Lələ Əhmədlilər qədim quşçu türk tayfasının nümayəndələridir. Quşçu sözü öz arealının genişliyinə görə diqqəti cəlb edir. Türk dilli əhalinin yaşadığı ərazilərdə bu etnotoponim geniş yayılmışdır. Quşçu sözü Hun qəbilələrindən olan Quşanların, Qara Hunların adı ilə bağlıdır. İlk dəfə Aristov quşçu tayfasının Hunlarla əlaqədar olduğunu söyləmişdir. Vəliyevə görə quşçular 3-6-cı əsrlərdə Azərbaycana gəlmiş Hunların nümayəndələridir. Lələ Əhmədli obasının adı ailə sülaləsinin başçısı Əhməd bəyin adı ilə bağlıdır. Deyilənlərə görə dövrünün ən nüfuzlu şəxslərindən biri olan Lələ Əhməd 16-cı əsrdə yaşamışdır. Lələ sözü keçmişdə birinci variantda şahzadələrin, eyni zamanda kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsi ilə məşğul olan adama verilən titul kimi, ikinci variantda isə böyüyə, yaşlı kişilərə müraciət kimi işlədilmişdir. Şamaxı xanlığının iri yaşayış məntəqələrinin biri də Lələ Əhmədli obası idi. Oba ailələri xanlığın Xançoban mahalında yaşayırdılar, əsasən heyvandarlıq ilə məşğul olurdular. Arxiv sənədlərində Lələ Əhmədli ailələrinin Qarabağdan gəlib Şirvanda, Xançoban mahalında məskunlaşdıqları qeyd olunur. 18-ci əsrdə Qarabağda yaşayan bir çox türk tayfasının nümayəndələrinin Osmanlılara qarşı çıxdıqları məlumdur. Odur ki, bəzi tayfalar, tayfa nümayəndələri Qarabağdan Şirvana köçmüşdülər. Bu barədə Osmanlıların mühimmə dəftərlərində də məlumatlar var və qeyd olunur ki, bir çox türk tayfaları Qarabağdan köç edərək Şirvanda, o cümlədən Xançoban mahalında məskunlaşmışdılar. Rus işğalından sonra da 19-cu əsrin 70-ci illərinə qədər Lələ Əhməd ailələri Xançoban mahalında yaşayırdılar. 1850-ci illərdə Şamaxı quberniyasının Xançoban mahalının 62 yaşayış məntəqəsindən biri olan Lələ Əhmədli obasında 90 ev qeydə alınmışdır. 1870-ci ildə Lələ Əhmədli obası Qəza mərkəzindən 60 verst məsafədə yerləşirdi. Obanın 133 təsərrüfatında 306 nəfər kişi, 240 nəfər qadın olmaqla 546 nəfər əhali qeydə alınmışdır. 19-cu əsrin 70-80-ci illərində Lələ Əhmədli ailələri Xançoban mahalından Qarasubasar mahalına köç edərək müasir Zərdab rayonunun ərazisində yurt salmışdılar. 19-cu əsrin sonlarında aparılan islahatlardan sonra Göyçay qəzasında yaradılan kənd icmalarından biri də Lələ Əhmədli kənd icması idi. İcmaya Lələ Əhmədli kəndi və Qaravəlli xanlıq obası, müasir Qaravəlli kəndi daxil edilmişdir. Bəzi mənbələr müasir Zərdabda yaşayan Qaravəlliləri Lələ Əhmədli ailəsinin üzvləri kimi göstərsə də, Lələ Əhmədlilər və Qaravəllilər fərqli tayfanın, ailənin nümayəndələridirlər. 19-cu əsrin ikinci yarısında Lələ Əhmədli ailə üzvləri ilə yanaşı bir çox türk tayfaları, ailələri, o cümlədən Qaravəlli tayfasının, Müskürlü elinin, Əlicanlı ailələrinin bir qismi Xançoban mahalından Qarasubasar mahalına köçmüşdülər. 19-cu əsrin sonlarında Lələ Əhmədli icmasının 4440 desiyatin torpaq sahəsi var idi. Lələ Əhmədli icması nəinki müasir Zərdab rayonunda, həmçinin Göyçay qəzasında ən iri icmalardan biri idi. Siyahıya alınma sənədlərinə əsasən 1886-cı ildə Lələ Əhmədli icmasının 236 təsərrüfatında 628 nəfər kişi, 499 nəfər qadın olmaqla cəmi 1127 nəfər əhali, Lələ Əhmədli kəndinin isə 188 təsərrüfatında 441 nəfər kişi, 373 nəfər qadın olmaqla 814 nəfər əhali yaşayırdı. 1886-cı ildə Lələ Əhmədli kəndinin Qəza mərkəzindən məsafəsi 45 verst göstərilmişdir. Belə ki, Lələ Əhmədli ailələri artıq Qarasubasar mahalında, müasir Zərdab rayonunun ərazilərində yaşayırdılar. 20-ci əsrin əvvəllərində Lələ Əhmədli kəndi rəsmi olaraq bir neçə yaşayış məntəqəsinə bölünmüşdür. Dəli Quşçu kəndi 20-ci əsrin 20-ci illərinə qədər Lələ Əhmədli adlandırılmış, Lələ Əhmədli kənd icmasının mərkəzi hesab olunurdu. Sovet dövründə Lələ Əhmədli kəndinin adı dəyişdirilmiş və Dəli Quşçu adlandırılmışdır. Dəli Quşçu kəndi rayon mərkəzindən 3 km məsafədə Zərdab-Mollakənd yolunun kənarında yerləşir, ərazisi 2214 hektardır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluqdur. Azərbaycan Cümhuriyyəti dövründə də Lələ Əhmədli kəndi Göyçay qəzasının tərkibində yerləşirdi. 1926-cı ildə Göyçay qəzası 7 bölgəyə bölünüb, Dəli Quşçu kəndi Qəza mərkəzindən 53 km məsafədə yerləşən Zərdab bölgəsinə daxil edilib. Göyçay qəzası 1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv edildikdən sonra Dəli Quşçu kəndi 1929-1935-ci illərdə Göyçay rayonunun,
1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib. Dəli Quşçu kəndində 1917-ci ildə 47 ev, 1921-ci ildə isə 40 ev qeydə alınmışdır. Kənddə evlərin, təsərrüfatların azalmasının səbəbi müasir Zərdab rayonunun müxtəlif yerlərində yaşayan Lələ Əhmədli yaşayış məntəqələrinə ayrıca kənd statusunun verilməsi idi. 1933-cü ildə kənddə artıq kollektivləşmə başlamış, 43 təsərrüfatından 16-sı ümumi təsərrüfatda birləşmişdir. Kənd kolxozu əvvəl partiyanın 18-ci qurultayı, sonradan isə Bakı fəhləsi adlandırılıb. 1933-cü ildə kənddə 120 nəfər kişi, 112 nəfər qadın olmaqla 232 nəfər əhali qeydə alınıb. Dəli Quşçu kəndi 1961-ci ildə İsaqbağı kənd Sovetliyinin tərkibində idi. 1977-ci ildə Dəli Quşçu kənd Sovetliyi yaradılmış və Sovetliyin tərkibinə Dəli Quşçu və Dəkkəba kəndləri daxil edilmişdir. 5 iyul 2000-ci il tarixdə Dəkkəba kəndi Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Dəkkəba kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd ərazisində qədim yaşayış məskənləri olmuşdur. 20-ci yüzilliyin 70-ci illərində görülən meliorasiya işləri zamanı Dəli Quşçu kənd ərazisindən keçən qədim yolları boyunca ovdanlar, küp qəbirlər, çini və saxsı qabları, Azərbaycan atabəyləri və digər hakimiyyətlər dövründə buraxılmış mispullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları tapılmışdır. Bunların bir çoxu Zərdab Tarix-Diyarşünaslıq Muzeyində qiymətli eksponat kimi nümayiş etdirilir. Kənd ərazisində kütləvi qəbiristanlıq, Ağtəpər adlanan kurqan bu gün də mövcuddur. Bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur, burada əsaslı tədqiqat işləri aparılmamışdır. Tarix üzrə fəlsəfə doktoru Talih Əliyev Ağtəpənin kurqan deyil, ilk orta əsr yaşayış yerinin Üçtəpənin bir hissəsi olduğunu yazır və təpələrin üzərində sonradan müsəlman qəbirlərinin salındığını bildirir. Ağtəpədə kiçik xatirə daşı var, sakinlər bu daşın 1918-ci ildə Qafqaz İslam ordusu tərəfindən qoyulduğunu söyləyirlər. Yerli əhali bu ərazilərdə 1918-ci ildə erməni daşnaqları ilə müharibədə həlak olan türk və yerli əskərlərin, eləcə də ermənilər tərəfindən qətlə yetirilmiş əhalinin dəfn olunduğunu bildirirlər. Kənd qəbiristanlığının da tarixi qədimdir, 500 illik tarixi var. Dəli Quşçu kəndinin yaxınlığından bir zamanlar Şamaxıya, xanın iqamətgahına gedən və Şah yolu adlanan qədim yol da keçmişdi. Dəli Quşçu və Bəyimli yaşayış məskənləri arasında bir zamanlar geniş meşə ərazisi olub. 20-ci əsrin ortalarına qədər çoxlu sayda ceyranlar yaşadığı üçün bu meşə Ceyranlı meşə adlanırdı. Dəkkəba kəndi Dəkkər və Oba sözlərinin birləşməsindən yaranmışdır. Xalq Oba sözünü aykonimlərdə yaşada bilmişdir. Ayrı-ayrı bölgələrdə mövcud olmuş belə obalar kəndə çevrilərkən bəzən kənd adlarında Oba komponentini də saxlayırdı. Zərdab rayonu ərazisindəki Otman-Oba, Qoşa-Oba, Dəkkəba yaşayış məntəqələri də bu tip aykonimlərdəndir. Əvvəllər Kiçik Dəkkə, Məscid Oba və ya Məscidli Oba kimi tanınan yaşayış məntəqəsi, sonralar Dəkkəlilərə məxsus Oba mənasında Dəkkəba adlandırılmışdır. Dəkkə sözü bəzi alınma sözlər kimi çox mənalılıq qazanmışdır. Zərdab ərazisində yerləşən kəndlərin adlarındakı Dəkkə sözünü hündür yer mənasında da işlədilən Dingə sözü ilə bağlı olduğunu, yaşayış məntəqəsinin nisbətən hündür ərazidə salındığı üçün belə adlandırıldığını bildirirlər. Hazırda Zərdab rayonu ərazisində Dəkkə toponimi ilə bağlı Böyük Dəkkə və Dəkkəba kəndləri var. Bala Dəkkə adlanan yaşayış məskəni isə artıq bir kənd kimi mövcud deyil, təbii inkişaf nəticəsində Təzəkənd kəndi ilə birləşmişdir. Tanınmış tədqiqatçı jurnalist Əjdər Fərzəli isə Dəkkəbanın 10-cu Oba mənasını verdiyini bildirir. Əjdər bəy Dədə Qorqud yolu kitabında indiki Zərdab ərazisindəki Dəkkəba kəndinin adı ilə bağlı yazır ki, Dəkkə sözü Dək, Dekabr, Dekada, Dekameron sözlərindən götürülüb. Dəkkəba kəndi Kür çayının sol sahilində, rayon mərkəzindən 5 km şərqdə yerləşir, ərazisi 1838 hektardır. Kənd əhalisi əsasən maldarlıq, əkinçilik, baramaçılıq, quşçuluq, balıqçılıq ilə məşğul olur. Dəkkəbanın ilk sakinlərinin 19-cu əsrdə indiki Böyük Dəkkə kəndindən ayrılıb gələn ailələrin olduğu bildirilir. 19-cu əsrin sonlarında Dəkkəba ərazisində quşçu tayfasının Lələ Əhmədli nəslinin nümayəndələri məskunlaşdıqdan sonra yaşayış məntəqəsi xeyli böyümüşdür. Lələ Əhmədli Dəkkəba adlanan kənddə 1917-ci ildə 54 ev, 1921-ci ildə 60 ev qeydə alınmışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Dəkkəoba Göyçay qəzasının Zərdab bölgəsinin Göyçay rayonunun 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun kəndi oldu. 1933-cü ildə kənddə kollektivləşmə aparılmamış, 33 fərdi təsərrüfatda 249 nəfər əhali qeydə alınmışdır. Kənd ötən əsrin 60-cı illərində İsaqbağı kənd Sovetliyinin 70-ci illərdən sonra Dəli Quşçu kənd Sovetliyinin müstəqilliyimiz ilk illərində isə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olub. 5 iyul 2000-ci ildə Dəli Quşçu kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Dəkkəoba kənd inzibati ərazi dairəsi yaradılıb. Xanməmmədli kəndi rayon mərkəzindən 7 km şimal-qərbdə Qarasu çayının sahilində yerləşir, ərazisi 702 hektardır. Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, arıçılıq, balıqçılıq və baramaçılıqla məşğul olur. Kənd Turyançay vadisində yerləşir. Xanməmmədli kəndinin ərazisində də qədim və orta əsrlər dövrlərinə aid olan tarixi memarlıq mədəniyyət abidələri aşkar edilmişdir. Min illərlə tarixə malik küp qəbirlərin, sikkələrin, məişət əşyalarının tapılması onu göstərir ki, kənd ərazisində Orta Tunc dövründə də yaşayış məskəni olub. Kənddə meliorasiya işləri zamanı tapılan küp qəbirlərin, sikkələrin, məişət əşyalarının mühafizəsi və tədqiqində əmək şöhrəti ordenli Respublikanın baş müəllimi Cəlil Bəşirovun böyük əməyi olub. Cəlil müəllim aşkar edilmiş küp qəbirləri nekropolu barədə rayonun Pambıqçı qəzetində məqalə yazmış, Moskvada dərc olunan jurnala məlumat vermişdir. Cəlil müəllimin əməyinin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tarixi tapıntını qeydiyyata almış, Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu 1-ci əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Xanməmmədli yaşayış məntəqəsi Quşçu tayfasına mənsub Lələ Əhmədli ailələri tərəfindən salınıb. Yaşayış məntəqəsinin ərazisi 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində Göyçay qəzasının Lələ Əhmədli kənd icmasının ərazisi olub. Xanməmmədli kəndində 1917-ci ildə 24 ev, 1921-ci ildə isə 25 ev qeydə alınmışdır. Sənədlərdə 1933-cü ildə kəndin 28 təsərrüfatında 81 nəfəri kişi, 89 nəfəri qadın olmaqla 170 nəfər əhalinin yaşadığı yazılır. Ötən əsrin əvvəllərinə qədər Xanməmmədli hazırki ərazidən 5 km qərbdə Duzlu Axmaz adlanan gölün ətrafında yerləşirdi. Böyük Vətən müharibəsi illərində bu qobu Zərdablıların duza olan tələbatını ödəmişdir. Deyilənlərə görə əhali Axmaz şabalıdı adlanan bitkidən qida kimi də istifadə ediblər. İçməli su problemi yarandığı üçün kənd 1948-49-cu illərdə indiki əraziyə köçürülüb. Xanməmmədli kəndi Sovet dövründə, eləcə də müstəqilliyimizin ilk illərində gəlmə Hüseynxanlı, Salahlı, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə birlikdə eyni inzibati ərazinin və kolxozun tərkibində olub. Hüseynxanlı, Xanməmmədli kəndləri 17 iyun 2003-cü il tarixdə gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Hüseynxanlı mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb. Hüseynxanlı kəndi rayon mərkəzindən 6 km şimal-qərbdə Zərdab, Ağcabədi şosi yolunun 2 kilometrliyində Qarasu çayının sahilində yerləşir, ərazisi 623 hektardır. Əhali əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, yemçilik, quşçuluq, baramaçılıq ilə məşğul olur. Kəndin ilk sakini Lələ Əhmədli nəslindən olan Hüseynxan, onun ailəsi, xidmətçiləri olublar və bu səbəbdən yaşayış məntəqəsi Hüseynxanlı adlandırılmışdır. Hüseynxanlı kəndində 1917-ci ildə 22 ev, 1921-ci ildə isə 20 ev qeydə alınıb. Sənədlərə əsasən 1933-cü ildə yaşayış məntəqəsinin 24 təsərrüfatında 105 nəfər əhali yaşayıb. Hüseynxanlı yaşayış məntəqəsinin ərazisi 1929-cu ildə Göyçay qəzasının, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun tərkibində yerləşib. Cəlil Bəşirov qonşu Xanməmmədli kəndinin ərazisindən çoxsaylı arxeoloji tapıntılar toplamış və bu tapıntılar əsasında dərs dediyi Hüseynxanlı kənd məktəbində zəngin tarix kabineti yaratmışdır. Qoşalba kəndi Zərdab şəhərinin ərazisi ilə bitişikdir. Ərazisi 4458 hektardır. Əhali heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıqla məşğul olmaqla yanaşı, şəhərdəki dövlət və özəl strukturlarda, xidmət sahələrində, ticarət obyektlərində çalışırlar. Yaşayış məntəqəsi Lələ Əhmədli oba ailələri tərəfindən salınıb.
20-ci əsrin əvvəllərindən etibarən Zərdabın müxtəlif yerlərində yaşayan oba ailələri də Qoşaoba ərazisinə köçürülüb. Obaların birləşməsi nəticəsində yaranan kənd 1917-ci ildə Əhmədli Qoşaoba adlandırılmışdır. Kənddə 1917 və 1921-ci illərdə 34 ev qeydə alınmışdır. Sənədlərə əsasən 1933-cü ildə Qoşaoba adlanan kəndin 33 fərdi təsərrüfatında 90 kişi, 100 qadın olmaqla cəmi 190 nəfər əhali yaşayıb. 20-ci əsrin ortalarında Lələ Əhmədli ailələrinin yaşadığı Nəcəfalılı və Vəlixanlı kəndinin sakinləri də Qoşaoba ərazilərinə köçürülmüşdür. Kənddə indi Ermənistan adlanan Qərbi Azərbaycandan zorla köçürülən ailələr də məskunlaşmışdılar. Professor Eldəniz Həsənov Lələ Əhmədlilərin Hacılı obasının və bir vaxtlar Çallı kəndinin yaxınlığında yerləşən Qaravəlli obasının ailələrinin də Qoşaoba ərazisinə köçürüldüyünü yazır. Yaşayış məntəqəsi uzun müddət Zərdab Sovetliyinin tərkibində yerləşib. Kənd Kommunist kolxozunun tərkibinə daxil edilmişdir. Keçən əsrin 60-cı illərin sonlarında Qoşaobanın kənd statusu ləğv edilib və Zərdab şəhəri ilə birləşdirilmişdir. Uzun müddət şəhərin bir məhəlləsi hesab olunan yaşayış məntəqəsinə 1999-cu ildə yenidən kənd statusu verilib. Yaşayış məntəqəsi Qoşaoba kəndi adlandırılmış, rayonun yaşayış məntəqələrinin uçot məlumatına daxil edilmişdir. 1 sentyabr 2004-cü il tarixdə isə kənd Zərdab şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılmış və Qoşaoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. Lələ Əhmədli ailələri Zərdabın Vəlixanlı yaşayış məntəqəsində də daimi məskunlaşmışdılar. Əvvəllər Lələ Əhmədli Vəlixanlı adlanan kənd Zərdabdan 4 kilometr məsafədə Zərdab-Kürdəmir şosesinin kənarında yerləşirdi. Sonralar bu kənd indiki Qoşaoba kəndinin ərazisinə köçürülmüşdür. 1921-ci ildə Lələ Əhmədli Vəlixanlı kəndində 15 ev qeydə alınmışdır. Sənədlərə əsasən 1933-cü ildə Vəlixanlı kəndinin 14 fərdi təsərrüfatında 112 nəfər əhali yaşayıb. Vəlixanlı Zərdab, Qoşaoba və Təzəkənd kəndləri ilə birlikdə Zərdab Sovetliyinin tərkibinə daxil edilmişdir. 1977-ci ildə Vəlixanlı və Qoşaoba kəndləri ləğv edilərək Zərdab şəhərinə birləşdirilmişdir. Lələ Əhmədli ailələri Zərdabın Nəcəfalılı yaşayış məntəqəsində də daimi məskunlaşmışdılar. Əvvəllər Nəcəfalı obası adlanan kənd ötən əsrin əvvəllərində Zərdab-Ucar şossesinin kənarında yerləşmişdir. Kənddə 1917-ci ildə 16 ev, 1921-ci ildə isə 20 ev qeydə alınmışdır. 1933-cü ildə yaşayış məntəqəsinin 15 fərdi təsərrüfatında 66 nəfər əhali yaşayıb. 20-ci əsrin ortalarında Nəcəfalılı kəndinin sakinləri indiki Qoşaoba ərazisinə köçürülmüşdür. Bu yaşayış məntəqələrində müxtəlif tayfaların, ailələrin nümayəndələri də yurt salıb yaşayırlar.